Son vaxtlar ən çox eşitdiyim suallardan biri budur. Doktor, mənə də arıqladan iynələrdən yaza bilərsiniz? Yay gəlir, bir neçə kilo vermək istəyirəm. Əslində, sosial şəbəkələrdə hər şey çox sadə görünür. İynə vurursan, arıqlayırsan. Amma həqiqət biraz fərqlidir. Ozempic, Wegovy, Mounjaro, Tirzetta və digər bu tip preparatlar toy, məzuniyyət və yay mövsümünə qədər tez arıqlamaq üçün yaradılmayıb. Bu preparatlar piyələnmə, insulin direnci, prediabet, ikinci tipli şəkərli diabet və artıq çəkinin sağlamlığa ciddi təsir göstərdiyi hallarda istifadə olunur. Bəli, onlar həqiqətən çox effektiv preparatlardır, amma yalnız düzgün yanaşma ilə. Əgər məqsəd sadəcə qısa müddətdə mümkün qədər çox çəki itirməkdirsə, nəticədə yalnız piy deyil, əzələ kütləsi də itirilə bilər. Bu isə gələcəkdə çəkinin daha sürətlə qayıtmasına səbəb ola bilər. Bu preparatların məqsədi insanı ac saxlamaq deyil. Məqsəd iştahı tənzimləmək, qidalanma davranışını dəyişmək və sağlam şəkildə çəki azaltmağa kömək etməkdir. Unutmayın, bunlar sadəcə arıqladan iynələr deyil, ciddi dərman preparatlarıdır. Ona görə də onların təyinatı və istifadəsi mütləq həkim nəzarəti altında olmalıdır. Bu preparatlarla müalicə zamanı yalnız çəkiyə deyil, qidalanmaya, xüsusilə kifayət qədər zual qəbuluna, əzələ kütləsinin qorunmasına, fiziki aktivliyə də diqqət yetirilməlidir. Yaxşı nəticə yalnız tərəzidə görünən rəqəmlə deyil, sağlamlığın qorunması ilə ölçülür. Çünki məqsəd sadəcə arıqlamaq deyil, uzun müddətli və sağlam nəticə əldə etməkdir.